Salam, hər vaxtınız xeyir. Deməli, Toyota Prado belə yüngül udarla gəlib yanımıza. İnşallah təmir edəcəyik bunu. Biraz işi var. Deməli, maşınımızın gördüyünüz kimi bakavindir, bu vəziyyətdədir. Qabaq ekranı bu vəziyyətdədir. Əsas məsələ. Udar oradan tutub, ramanı buradan əyib. İnşallah bu ramanı biz təmir eləyəcəyik Allahın izni ilə. Bu qırışıb. Dam da dəyişiləcək. Dam yararsız vəziyyətdədir. Çək belə uzaqdan çək. Gördünüz kimi. Bagajı təmir edəcəyik. Bagaj buradan dəyir. Burasını açıb. İnşallah bu təmir olunacaq. Qabaq qapıdır, bu da təmir olunacaq. Bu da bu hissəsi əyilir, ramkası. Buradan açılır. Gördüyünüz bu hissəsi bu vəziyyətlərdir. Arxa kırılıq təmin olunur. Normal vəziyyətlərdə yüngülvari çərçivələrində problem var. Çıxıb oradan çək. Bu hissəsində o qədər problem yoxdur. Əsas problem olan bu sağ tərəf hissəsindədir. Bunu inşallah təmir edəcəyik Allahın izni ilə. Yekun vəziyyətini sizə göstərəcəyik. Videonun sonunda yekun vəziyyəti var. Baxıb dəyərləndirərsiniz inşallah. Sağ olun.